Salam, hər vaxtınız xeyir olsun. Kanalda əvvəlcən də bildirdiyimiz kimi, may ayının 2-sindən 7-sinə qədər olan müddət ərzində Cənubi Qafqaz, Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Gözlənilən prosesə geniş olaraq nəzər salsaq biz görərik ki, may ayının 2-si artıq Azərbaycanın xüsusilə də şimal və qərb rayonlarında hava şəraitində dəyişiklik gözlənir. May ayının 3-dən 7-sinə qədər olan müddət ərzində isə Azərbaycan demək olar ki, əksər rayonlarında günün aylar saatlarında hava şəraitində tez-tez dəyişiklik gözlənilir. Prosesə səbəb isə Aralıq dənizinin şərqindən güclü rütubətli hava axınlarının orta troposferdən Kiçik Asiya ərazisindən Qafqazın cənubuna doğru tez-tez daşınması gözlənilir. Prosesin nəticəsində may ayının 2-sindən başlayaraq 7-sinə qədər olan müddət ərzində Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənilir. Proses nəticəsində Böyük Qafqaz rayonlarının Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmaili, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Şabran rayonları ərazisində və Xəzər dənizinə yaxın olan Şərq rayonlarında may ayının 2-sində hava şəraitində qısa müddətli dəyişiklik gözlənilir. Yağış yağması, şimşək çaxması ehtimalı var. Lakin may ayının 3-dən başlayaraq 7-sinə qədər olan müddət ərzində isə prosesin günü-gündən daha da güclənməsi fonunda yağan dəyişən yağışlarının da intensivliyinin artması gözlənilir. Dolu yağması ehtimalı var. Xüsusilə də may ayının 3-ü, 4-ü və 5-də konvektiv aktivliyin güclü inkişafı nəticəsində yağan donunun diametrinin bir qədər iridən yağması gözlənilir. Eyni zamanda qısa müddət ərzində əraziyə güclü leysan yağışlarının yağması gözlənilir. Proses xüsusilə də güclü topa yağış buludlarının sonraki inkişafının daha da güclənməsi fonunda supersel buludların yaranması riski də var ki, bu da güclü leysan yağışlarla bərabər küləklərin də güclənməsindən müşahidə edilməsi gözlənilir. May ayının 7-si günün ikinci yarısına qədər olan müddət ərzində ərazidən axan çaylarda sulluğun kəskin artması gözlənilir və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göygöl, Göranbəy ərazilərində eyni zamanda Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngdan ərazilərində, Füzuli, Cəbrayıl ərazisində və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz ərazilərində də may ayının 2-sində hava şəraitində qısa müddətli dəyişiklik gözlənilir, şimşək çaxması, lokal qısa müddətli yağış yağması ehtimalı var. May ayının 3-dən 7-sinə qədər olan müddət ərzində isə prosesin daha da güclənməsi nəticəsində yağan yağışların da intensiv və güclü olması gözlənilir. Arabir prosesin daha da güclənməsi fonunda qısa müddət ərzində əraziyə lokal xarakterli, güclü və şiddətli yağıntıların yağması nəticəsində dağ çaylarında lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. May ayının 7-si günorta saatlarına qədər olan müddət ərzində prosesin günü-gündən güclənməsi gözlənilir ki, nəticədə əraziyə qısa müddət ərzində 200-270 mm qədər yağıntıların yağması nəticəsində bir sıra dağ çaylarında sulluğun kəskin artması riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Mərkəzi Aran rayonlarının Yevlax, Kürdəmir, İmişli, Ucar, Zərdab, eyni zamanda Ağcabədi, Bərdə, Tərtər, Beyləqan ərazilərində, Səbrabad, Saatlı, Salyan, Neftçala, Biləçvar ərazilərində də may ayının 2-si axşam saatlarında hava şəraitində qısa müddətli dəyişiklik gözlənilir. May ayının 3-dən 7-sinə qədər olan müddət ərzində isə prosesin daha da güclənməsi fonunda xüsusilə də Azərbaycanın şimal, qərb və cənub rayonlarından keçməsi gözlənilən güclü topa yağış buludlarının bəzi hissələrinin də mərkəzi Aran rayonları arasından keçməsi nəticəsində may ayının xüsusilə də 3-dən 7-sinə qədər olan müddət ərzində hava şəraitində tez-tez dəyişiklik gözlənilir, şimşək çaxması, yağış yağması ehtimalı var. Yağıntıların isə may ayının 3-dən 7-sinə qədər olan müddət ərzində lokal qısa müddət ərzində intensiv və güclü olması nəticəsində ərazidən axan su kanallarında gürsulluq gözlənilir və Kür çayının yuxarı axınında, Kür çayının aşağı axınında və Araz çayında da sulluğun əvvəlki günlərin müqayisədə daha da artması gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Cəllabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik ərazilərində də may ayının 2-sində hava şəraitində qısa müddətli dəyişiklik gözlənilir, yağış yağması, şimşək çaxması ehtimalı var. Lakin may ayının 3-dən 7-sinə qədər olan müddət ərzində isə hava şəraitinin daha da güclü şəkildə dəyişikliyin daha da artması gözlənilir. Nəticədə yağıntıların da lokal leysan xarakterli, qısa müddətli olsa da intensiv və güclü olması gözlənilir. Proses nəticəsində xüsusilə də Cəllabad, Yardımlı, Lerik və Aslanın dağ kəndlərində prosesin
daha da güclənməsi fonunda yanğınların da lokal qısa müddətli arabir intensivləşməsi gözlənilir. Proses nəticəsində ərazidən axan çaylarda gürsulluğun davam etməsi gözlənilir və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bakı-Abşeron Sumqayıt ərazisində də may ayının ikisi günün ikinci yarısında havada burluluğun artması gözlənilir. Qısa müddətli yağış yağması ehtimalı var. Xüsusilə də may ayının 3-cü günün ikinci yarısından 4-ü gündüz saatlarına qədər olan müddət ərzində Bakı-Abşeron Sumqayıt ərazisində yağışın lokal leysan xarakterli qısa müddət ərzində intensiv və güclü olması gözlənilir, şimşək çaxması ehtimalı var. Qısa fasilədən sonra isə may ayının 4-ü axşamdan 5-i gündüzə qədər Bakı-Abşeron Sumqayıt arasında hava şəraitinin yenidən dəyişilməsi gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.